Salam mənim əziz izləyicilərim. Mən neçə gündür Şırdan istəyirdim. Yoldaşım gəldi işdən, dedi gəlin gedək. Şırdan Baku deyib, Kənan ustanın yeridir. Çox qəşəng yerdir. Çox sevdik. Təmizliyə söz yox. Yəni xoşumuz gəldi. Burada məkan beləncə gözəl. Oturacaqları falan, divanları çox gözəl. Hər yerdə təmiz idi. Biz oturduq, sifarişlərimizi verdik. Birinci Tuncaya kartof firi dedik. Təzə idi. Tuncaya çox xoş gəldi. Yedi hamısını. Qəşəng idi kartof firi, dadlı idi. Sonra biz burada sifariş gözləyirik. Tuncayama qəşəngcə yeyir kartofun. Birinci dadına baxdı. Sonra isə biraz onlara batırırdı, yeyirdi. Xoşu gəldi amma. Yedi hamısını. Burada şırdanlarımız gəldi. Kampanya var idi. 3+1, 3'ün alana biri pulsuz. İkisini mama yedi, ikisini mən yedim. Həqiqətən də başqa yerlərdekindən fərqlənirdi. Çox dadlı idi, həm də acılı idi. Burada mən əlcə ilə yeyirəm, ləzzət elədi. Neçə vaxtı ürəyim istəyirdi. Sonra isə təzədən tavada da şırdan, soslu şırdan da gətizdirdik. Onu da mən istədim. Ürəyim istəyirdi. Bu sos hər şırdan yerlərində olmur. Bunlara özəl sosdur. Çox dadlı olur. Çox qəşəng sosdur. Ləzzət eləyir ondan yeyəndə. Mən də tavada gətizdirdiyim şırdanı da götürdüm. Onu da yedim. Çox xoşum gəldi. Ləzzət elədi. Bu da yoldaşımın kokorecidir. O özünə kokoreç demişdi, onu yedi. O da bəyəndi, dedi. Hər yerdə yəni yemişəm, amma ən çox bura xoşuma gəldi. Təzə, dadlı, iyi vermir, çox gözəl. Sonradan qaynamla özümə bir dənə də lavaşda kokoreç dedi. 2 yerə böldük. Yarısını qaynanam yedi. Yarısını isə özüm yedim. Əla idi bir sözlə. Və burada Məryəm oturub canlıdadır. Tuncaydakı başımıza oyun açır. Stolun üstünü dağıtdı, tökdü, hamısını məhv elədi. Mən qalmışdı kokorecim, onu da yedim və şot gəldi. Hesabımız əslində bu qədər gözləmirdik, çox gözləyirdik. Əslində çox gözləyirdik biz, amma normal gəldi qiymət, çox qəşəng, əla idi, çox dadlı idi özdə.